Bugün yüz illərdir sirri tam açılmamış, bəzən insanlar, hətta sənətkarlar tərəfindən belə tam dərk olunmayan sirli sihirli Azərbaycan xalq mahnılarından danışırıq. Xalq mahnılarında bəsit sevgilərdən söhbət getmir. Orada simvolların dili ilə gizlədilmiş qədim hekayələr, peyğəmbərlərin keçdiyi məşəqqətli yollar var. İbrahim peyğəmbərin sınaqlarından tutmuş insan ruhunun mənəvi yolçuluğuna qədər. Xalq mahnıları ilahi duyğuların səsə, sözə və melodiyaya çevrilmiş halıdır. Onlar xalqın duasıdır, könül kitabıdır. Lakin robotlaşdırılmış Sovet hakimiyyəti dövründə yalnız ziyalılarımız yox, xalq mahnılarımız da repressiyaya məruz qaldı. 1960-cı illərdə Ənvər Əlibəylinin televiziya komitəsinə sədrlik etdiyi dönəmdə Mərkəzi Komitədəki hansısa qatı mühafizəkar filan xalq mahnıları və təsniflər efirdən yığışdırılsın. Çünki onların sözləri kommunist ideologiyasına, proletar mənəviyyatına uyğun gəlmir deyə göstəriş verir. İti zəkaya malik olan Ənvər Əlibəyli evə gələrək gecədən səhərə qədər xalq mahnıları üzərində sanki cərrahiyyə əməliyyatı aparıb sözləri dəyişir ki, yasaq qoyulmuş mahnıların yolu radio və televiziyaya açılsın. O deyirdi, onsuz da bu dəyişikliklər müvəqqətidir. Vaxt gələcək, məcburən ixtisara salınmış, təhrif olunmuş sözləri öz yerinə qaytaracaq qəhrəman ziyalılarımız yetişəcək. Əsas odur, mahnıları bugün qoruyaq, onları dustaqlıqdan xilas edək. Ənvər Əlibəyli sanki telepatiya yolu ilə öz niyyətini, duasını yeni nəslə ötürə bilmişdi. Tarixi saxtalaşdırmaq olar, amma xalqın gen yaddaşını saxtalaşdırmaq qeyri-mümkündür. Tariximizə düşmən olan qüvvələr bunu anlamadılar. Çünki gen yaddaşı elə bir bulaqdır ki, ən sərt qadağalarla da örtülə bilməz. O bir gün mütləq qaynayar və yolunu tapar. Mərhum Ənvər Əlibəylinin gözlədiyi o qəhrəman ziyalımız 2010-cu ildə Azərbaycan xalq mahnılarının və muğamın açılmayan sirləri kitabını nəşr etdirdi. Bu dahi insan torpağına, keçmişinə, tarixinə, vətəninə vurğun olan Azərbaycan Milli Elmlər Akademiyasının coğrafiya üzrə fəlsəfə doktoru, tarixçi, səyyah, araşdırmaçı Şakir Qabısanlı Həmzəyev oldu. Şakir müəllim kitabının ilk səhifəsində belə yazır. Xalq mahnılarına hər dəfə qulaq asanda bu mahnıların qəribə bir aləmdən xəbər verməsini elə bil ki, hiss edirdim. Duyurdum ki, bu mahnılar bilmədiyimiz müqəddəsliklərlə sıx bağlıdır. Hələ uşaqlıqdan bunları sanki duymuşdum. Yaşa dolduqca bu mahnılarla bağlı hisslərim də yaşa dolur, cilalanırdı. Məni məcbur edirdi ki, bu sihirli dünyaya baş vur. Bu sihirli çələngləri bir-bir aç, qaytar özünə. Gəlin indi Şakir müəllimdən soruşaq, niyə kommunistləri, xalq mahnılarımız bu qədər narahat edirdi? Proletariata zid olan görəsən nə idi? Çox düzgün sualdır, yerində verilən, vaxtında verilən sualdır. Bəli, 1923-cü ildə Moskvada Stalinin rəhbərliyi ilə Qırmızı Professorlar Cəmiyyəti yaradıldı. Bu cəmiyyətin gizli müddəaları var idi, maddələri var idi. Bu maddələrin əsasını təşkil edirdi. Türk xalqlarının tarixi bacardıqca silinsin, dini abidələr silinsin və yaxud da xristiyanlaşdırılsın, toponimlər məhv edilsin, dəyişdirilsin. Bunların çıxarılması dini ideologiya, çünki bəşəriyyət dini ideologiyadan doğur. Din olmasaydı vahid din, dövlətçilik yarana bilməzdi. Dövlətçilik vahid dindən yarandı. Vahid dinində ilk rəhbəri məhz İbrahim peyğəmbər oldu. Və onun ideologiyasını silmək üçün onlar çox gözəl bilirdi bu məsələləri ki, bu mahnıların arxasında nə durur, içərisində nə durur. Ona görə də bunların məhvinə qərar verilmişdi. Lakin ilahinin bəxş etdiyi varlıqları heç kim silə bilməz və silə də bilmədi. Nəhayət 50, 60, 80 il keçəndən sonra bəli, bu əsərlər ərsəyə gəldi, ilahi bəxş kimi və burada
demək ki, həmin hadisələr açıldı və görəcəksiniz ki, niyə bu mahnıları məhv etmək istəyirlər. Şakir müəllim, xalq mahnılarının başlanğıcı sayılan Üç Gül mahnısının fəlsəfi məna qatlarını bizlər üçün açıqlayın. Bəli, bu mahnıların demək başlanğıcı saymaq olar Üç Gülü və ana kodu saymaq olar bu Üç Gül mahnısını. Bunun kökü gedir Avestaya çıxır. Avesta əslində Avesta deyil, Zənd Avestadır, ilkin oldu. Kitabın əsl adı belə olub. Yunanlar buna Avesta adı verirlər. Orada həmin məsələ işıqlandırılır. Yasna 43, Adi 9. Rəbbim mənə güc ver, sənin yaratdığın oda üzümü tutmaqla haqq ədaləti bərpa edib, yəni bütpərəstləri inkar edib, səni tanıtdım. Bu Zərdüştün sözləridir. Zərdüştün sözləridir. Və sənə gözəl nəğmələr qoşaram. Nəğmələrin kökü gəldi çıxdı eramızdan əvvələ. Amma Quranda isə Üç Gül tam reallıqla verilir. Həmin Avesta ayini Quranda öz tamlığını tapır. Necə? Ənam surəti 76. Yazır İbrahim üzünü parlaq bir ulduza üzünü tutdu. Dedi Rəbb, bu mənim Rəbbimdir. Amma sonra gördü ki ulduz sönür. Dedi yox, mənim Rəbbim sönənlərdən deyil. Sonra üzünü aya tutdu. Dedi bu mənim Rəbbimdir. Sonra baxdıqda kölgəligi görüb dedi Rəbbim məni azanlardan etmə. Yəni haqq yolundan çıxartma. Sənə bağlılıq yolundan çıxartma. Üçüncü günəşə ünüz tutdu və dedi, Rəbbim sənə şərik qoşulanlardan deyiləm. Xalqım, sizə şərik qoşulmuram və mən Rəbbimi tanıdım, Rəbbimə üzünü tutdum. Bizim varlığımızı yaradan qüvvə var, o da ərş-i fələkdə oturan Allahdır. Ayələrin mahiyyəti bundan ibarətdir. Və indi baxın görün, xalq mahnılarında bunlar necə oturub, həmin Üç Gül. Yarın bağçasında Üç Gül açıbdır. Ağ gül, qırmızı gül, bir də sarı gül. Necə başa düşək? Yarın bağçasında Üç Gül açıbdır. Ağ gül, qırmızı gül, bir də sarı gül. Elə başa düşürlər ki, əksəriyyət. Mən bunu çox adamla söylüyorum. Ya qızın bağçasıdır bu, ya da oğlanın bağçasıdır. Xeyr, burada ilahi müqəddəslik oturub, yar Allahdır. Bağçası kainat, Üç Gül, ulduzdur, aydı güləşdir. İndi mahnının ikinci bəndinə baxaq. Ağca gülün qapısından baxmalı. Ağ bağlanmayandır, ca məkan. Ay, ulduzlardan çox uzaq, yerə yaxın bir planetdir. Ona görə də deyir, Ağca gülün, onun qapısından biz kainata baxırıq. Mahnı buna vurğulanır. İkinci deyir ki, qırmızı gülü dəstə-dəstə tutmalı. Qırmızı gül ulduzdur, ulduzlardır. Bunları inkar edir bu adam. Peyğəmbər bunları inkar edir. Sarı gülü tərbuxaq altından taxmalı. Qızlar gəlirlər ay paranı taxanda, bəli tərbuxaq altına düşür. Bunu deyir. İlah sarı gül. İlah sarı gül. İlah, ilahi sənəm günəş demək. İlah sarı gül. İbrahim qurbandır gülün içinə. Hansı İbrahimdir bu? Məhz Peyğəmbərimizdir. Bu işıqca üzünü tutan budur. İbrahim qurbandır gülün içinə. Bəli, ilk dəfə bəşər tarixində Rəbbə özünü qurban diləyən, evladını diləyən məhz İbrahim olmuşdur. İndi bu mahnının, Üç Gülün qaynaqları hara gedir? Nədən doğuldu bu ulduza tutulma, üzünü tutma? Bu da xalq mahnısında oturur. Hardan doğuldu o üç ulduza üzünü tutdu? İndi fikir verir. Üzə çıxmayan, yazılıb hazırdır, bir əsərdən istat gətirirlər. Atalığa Azər İbrahimə deyir ki, İbrahim bala bu bütləri hazırla, satışa çıxardacaq, çörək pulu eləyək. İbrahim oturur, bütləri hazırlayır.
bütləri hazırlayandan sonra taxtında başını arxaya çevirir. Biraz keçəndən sonra ona soyuq tər gəlir. Və mələk onun çiynində oturub deyir, simavara od salmışam, stəkana qənd salmışam. Səni səndən almışam, səni anandan almışam. Səksənmə, diksinmə, ay bircə. Burada simavardan söhbət getmir. Yəni sənə od bəxş etdim, sənə vəh verdim, sənə güc verdim. Səksənmə, diksinmə, ay bircə. Səni anandan aldım. Artıq sən ananın yox, özünün yox, sən mənim elçimsən. Mələk oradan deyir, İbrahim, Rəbbin səni özünə elçi götürdü. Sən məşəqqətlərdən keçəcəksən, min əzabdan keçəcəksən. Rəbbini insanlara sən tanıtdıracaqsan. Ona görə də səksənmə, diksinmə, ay bircəmiz və yoluna davam et. İndi keçək o birisi mahnıya. Meyvələrdən 3 meyvə var, 3'ü də balam yeməli. Biri alma, biri heyva, biri nar. Alma sənin, heyva da sənin, nar mənim balam, nar. Niyə nar bunu? Alma ulduzdu, inkar elədi, sənin. Heyva aydı, inkar elədi, sənin. Nar mənim, günəşdə dayandı. Və yaxud 3-cü mahnıya baxaq. Yollardan 3 yol var, 3'ü də balam getməli. Biri yoxuş, biri eniş, biri düz. Yoxuş sənin, ulduzdu, inkar elədi. Eniş də sənin, aydı, inkar. Düz mənim bala, düz mənim. Nar gilə, durun gedək, yar gilə. Nar əkdim, yanımda gilanar əkdim. Nar günəşdir, günəşin 200 adı olur. Ən birinci adı nar olur. Nar 2 məna daşır. Bu dünyada bizə həyat verən günəşdir. O dünyada isə cəhənnəm odur. Nar əkdim, yanında gilanar əkdim. Nar günəşdir, gilanar ulduzlardır. Budur İbrahim Peyğəmbərin. Demək ki, mahnılar ona məxsusdur. Bu mahnıların tarixini siz axtarmayın. Bugün, dünən, sabah axtarmaq lazımdır. Bu mahnının kökləri gedir. Düzdür, tarixi müəyyən mərhələlərdə müəyyən mahnılar yanır. Lakin bunların kökləri mən keçən verilişimdə Sona Bülbüllərlə nutfanlaşdım. Xalçalarla vəhdətdə. O ilə özü tarixi gedir. Bu tarix gedir 8000 ilə. Məhz muğamda da ilkin sözlər nə olmuşdu muğamda? Adadadadadat, bedadadadadat, beydat, yar aman, yar amman. Adat haqqa yardıma çağırılan Allah. Be işarə göyə, dad haqqa yardıma çağırılan. Yar aman, Allah mənə güc ver, aman ver, mən səni tanıtdırım. Yar amman, mənə güc ver, xalqı sənə tərəf yönəldim. Bütpərəstliyə aşiq olun, bütpərəstliyi aradan götürün. Və sonda məhz buna görə İbrahimi oda atdılar. 7 gün yanan oda atdılar. O oda üzünü tutduğu üçün onu oda atdılar. Od isə İbrahim Peyğəmbəri bizə Peyğəmbər kimi bəxş etdi. Ona görə də oradan oda sitayiş başlandı. Oda sitayişə görə də Azərbaycan odlar diyarı 3 oda görə və odlar diyarı kimi Azərbaycan bəşər tarixinə düşdü. İbrahimi bizə od bəxş elədi və oradan da oda sitayiş başladı. Bəzən soruşurlar ki, görəsən bu mahnı, bu avaz, bu şərqi nə vaxt yazılıb? Kim yazıb? Niyə yazıb? Mən ta uşaqlıqdan Azərbaycan xalq mahnılarını çox sevirəm oxumağı. Bundan da artıq mən aşıqları sevirəm. Həyatımda aşıqlar mənim çox böyük bir müsbət rol oynayıblar.
Bir dəfə mən televiziya ilə Azərbaycan xalq mahnısı oxudum. Yar bizə qonaq gələcək. Bu mahnıdan sonra mən Naxçıvana səfərə getdim. Naxçıvanda Xalxal meşəsində bizə gözəl bir məclis açmışdılar. O gün olsun ki, siz də gələsiniz, biz də sizin üçün o gözəl məclisdən açaq. Bir nəfər məndən soruşdu ki, Lütfiyar müəllim, çox şirin avazım var. Ancaq hərdən birdən elə mahnılar oxuyursan ki, onu başa düşə bilmirəm, anlamıram ki, orada nə demək istəyirsən. Dedim, məsələn, nəyi? Dedi, yar bizə qonaq gələcək. Dedim, dedi ki, axı, deyirsən ki, yar bizə qonaq gələcək. Bilmirəm, nə vaxt gələcək. Bəlkə sabah gələcək. Dedim, mənim əzizim, mənim iki gözüm elə o mahnını səndən ötəri yazıblar. Dedi, niyə? Dedim, çünki 170 il, o vaxtı 150 il idi. 150 il bundan əvvəl, bundan qabaq. Arazın o tayı bu tayından ayrı düşəndə o sözü deyiblər. İki yerə bölünəndə bir xalq o sözü deyiblər. Çünki o sözdə böyük bir məna var. O sözdə böyük bir hikmət var. Onu gərək dərk eləyəsən. Yar bizə qonaq gələcək. Yəni, mənim xalqım birləşəcək. Amma bilmirəm, nə vaxt birləşəcək. Bəlkə sabah birləşəcək. Şakir müəllim, bəzən sənətkarlar belə xalq mahnılarının mənasını başa düşə bilməyiblər. Yar bizə qonaq gələcək deyəndə kim nəzərdə tutulurdu? İskanın rəfdədir. İskan məskən deməkdir. Məskənin yüksəklikdədir, yuxarıdadır. Məskənin. Və əlavə ikinci variantda deyir ki, piyalələr ilə. Bunlar ulduzlar da arası bir tərəfdədir. Bir həftədir, görməmişəm bir həftədir. Bu hər gün günəşi istəyir. Hər gün sevgilisi məhbubunu görmək istəyir. Lakin burada buludlar kəsib qabağır. Görməmişəm bir həftədir. Yar bizə qonaq gələcək, yar günəşdir. Bilmirəm nə vaxt gələcək, olsun ki sabah gələcək. Yəni buludlar çəkiləcək və mən öz yarımı, sevgimi, günəşi görəcəm. Rəbbin yaratdığı böyük varlığı mən görəcəm. Şakir müəllim, belə bir xalq mahnımız da var. Bağa girdim üzümə, tikan batdı dizimə, əyildim çıxartmağa, yar sataşdı gözümə. Bu mahnının da fəlsəfi məna qatlarını bizlə bölüşəsiniz. Bu mahnı mən özüm də çox ziyalılarla söhbət edirəm. Bir dənə xalq mahnısını elmi şəkildə heç kim əsaslandırmır. Ancaq bəsit fikirlərə qapılırlar və o azdırılmanın səbəbi daha olur. O azdırılmanın səbəbidir ki, xalq mahnılı proletariatın düşmənidir. O virus gətirib mahnıların belə yabanlaşmasına çıxarır. Bağa girdim üzümə, necə başa düşək? Qız və oğlan üzüm bağına girib, tikan batdı düzümə. Üzüm bağında tikan olur, bəli. Tikan batdı düzümə. Əyildim çıxartmağa, yar sataşdı. Yar ayağının altındadır bunu. Belə başa düşmək olur. Bu müqəddəs mahnı. Bağa girdim, üzüm kainatın ulduz sistemidir. Üzüm ulduz rəmzidir. Ulduz üzüm. Bağa girdim üzümə, yar sataşdı. Tikan batdı dizimə, vəh gəldi buna. Ona vəh gəlir. O alışır içərdə. Aşıqlığa çevrilir. Tikan batdı dizimə, əyildim çıxardım. Yar günəşdir, aşağıda günəşdir. Ulduz sistemindədir.
Aşağıda isə günəşdir. Onun vəzfinə yorulur. Ağa girdim üzünə, yar sataşdıyır. Əyildim çıxartmağa, yar satır. Yar günəşdir. Bütün mahnılarımız, bütün deyimlərimiz yara bağlı. Yəni Allaha bağlı. Orada mahnıda deyir ki, bütün dediklərimiz yara bağlıdır. Yəni mahnılar hamısı Allaha bağlı. Yəni o dövrün mahnıları. Ona görə də o mahnılar itmir. Çünki ilahi bəxş elən mahnılardır. İlahi bəxşindən doğulan sözlər də olar. Ona nə bəstəkar lazımdır, bəstəkar da özləridir, aranjmançı da özləridir. Mahnı əbədi yaşayacaq. Hətta bu folklor nümunələri bütün ölkələrdə var əlamətləri. Misal üçün İraqda deyir ki, inna yarıma inna, əsmər yarım əsmər. İnna bu günəşdir, əsmər də günəşdir. Görsən, bu orada gedir o mahnılar. Yəni bu bütün şərq aləminə, hətta qərbin özündə də bunun əlamətləri var mahnılar. Mən bu sarayda olmağımı heç təsəvvürümə gətirmirdim ki, mən gəlib burada veriliş aparacağım, məni burada təqdim eləyəcəklər. Mən 2010-cu ildən muğamın sirlərini açmışam və 1000 səhifəlik əsərlər yazmışam. Hətta bu saray tikiləndə, təhvil veriləndə məndə muğama qarşı daha böyük rəğbət, böyük ruh yarandı və ruh möhtəşəm əsərlərin yaranmasına gətirib çıxardı. İndi belə bir şəraitdə bu sarayı yaradan haqqında bir neçə kəlmə söz deməmək olmur. Mən öz sözlərimi Mehriban xanıma ithaf eləyirəm. Möhtəşəm binalar xarab olacaq. Yağışdan, küləkdən hər şey soracaq. Sən qurdun muğamdan yüksək bir bina, yağışlar, tufanlar toxunmaz ona. Hörmətli Mehriban xanım, siz 8000 ildən sonra muğamı vətəni Bakıya gətirib, onun möhtəşəm sarayını yaratdım, muğam mərkəzini yaratdım. Bu saray yaratmağınız sizin Allaha olan müqəddəslik hesabatınız və ona göstərəcəyiniz müqəddəslik şəhadətnaməsidir. Çünki muğam İbrahim Peyğəmbərin mirasıdır. Bunu hələ indiyə qədər bu sirr olaraq qalıb və bugündən bunlar hamısı açılacaq. Siz belə möhtəşəm saray yaratdınız. Mən isə o sarayı mənəvi zərlərlə bir borclu kimi zənginləşdirdim. Bu bizim birinci kitabımızdır. Muğamat və İbrahim Peyğəmbər əsəri. 2010-cu ildə çapdan çıxıb. Bütün Respublikanın xalq artistləri bu kitaba rəy verir. Başda Siyavuş Kərimi və Eldar Mansurov olmaqla bəstəkarlardan. Və mən bu əsəri mübaliğəsiz, istər-istəməz Mehriban xanıma ithaf eləməli oldum. Bu mənim öz istəyim yox, mənə ilahidən gələn bir səs kimi mən bunu ortaya qoymağı məqbul saydım. Mən yaratdım, yanılmamışam, düz eləmişəm. Çünki muğamat bəşəriyyətin ilk dini konstitusiyasıdır. İbrahim Peyğəmbərin Rəbbə üst tutmasından doğulur muğamat. Peyğəmbərin keçdiyi yollardır bunlar. Və ona görə də mən bu müqəddəsliyi qələmə alıb 1000 səhifəlik kitabları yaza bildim. Oxucular yorulmasın deyə hələlik bununla kifayətlənək, bu mahnılarla. Biz gələn verilişimizdə, yəni bu mahnılara görə, bu işarələrə görə İbrahim təzyiqlərə məruz qalır. O təzyiqləri biz xalq mahnılarında çıxır. Deyir ki, misal üçün, ilk meyxana ilə bu mahnılarda yarar. İlk meyxana, bir dəfə bir diskusiya oldu. Mən onu da deməyə borclu sayıram özümü. Var bədiyyə, var meyxana. Bədiyyə, bədahətdən şeir demədi. Meyxana isə bədahətdən həcv demədi. Bir-birinə. Fikir versə değişmə gedir də bir-birinə. Bu həcv demədə Azərbaycan xalq mahnılarında oturub, misal üçün deyir ki, göydə ulduz 50-dir, 50'si də bəllidir.
aşırabazlıq edənin gözlərindən bəllidir. Yəni bu deyir ki, göydə ulduz 50-dir. Bu sistemi yaradan Allah var. Müqəddəs ilahi qüvvə var. 50'si də bəllidir. Bəllidir ki, bunu Allah yaradır. Aşırabaz isə bütpərəstlərə işarə edir. Yəni siz bütlərə sitayiş edirsiniz. Vahid Allahı kənara qoyub bütlərə. Gözlərindən bəllidir. Görəcəm, təbii ki, bunun daha çoxlu sözlər olub. Onlar mən xalqlarda görə bilmədim. Amma birini gördüm ki, deyir ki, bu yerlərin sultanıdır çobanlar, bu yerlərin aslanıdır çobanlar. Yəni bu mənlər çobanlardan gəlir. Yəni onlar da istedadlı adamlar olmaq üçün çoban olur. Bəs yazır ki, Avestada, Zərdüş mənim çobanımdır. Gün çıxandan gün batana qədər mənə üzünüzü tutmalısınız. Gün çıxandan gün batana qədər mənə üzünüzü tutmalısınız. Mən onun belinə kəmər bağladım. Yəni o mənimdir. Avestada yazır. O mənimdir və mən onu müdafiə edəcəm və həmişə də Quran ayələrində də göstərir ki, Rəbbi İbrahimin yanında olur. Hətta onun oda atanda da orada deyir ki, arazı ayırdılar, su ilə doyurdular. Mən yardan ayrılmazdım, zülm ilə. Arazı kimi ayırıb Kürdən? Şılanla, suyla doldururlar. Və yaxud da arada fikir verim, bunu efirdə də deyirlər. Aranı ayırdılar, aranı. Məni Rəbbimdən ayırdılar. Su ilə doğru şərrədlər. Mən yardan ayrılmazdım, zülm ilə ayırdılar. Yəni məni o da atırlar. Attı da və oradan da salamat çıxdı. 7 gün yanan otdan salamat çıxdı və mahnıda da bu qeyd edilir. Balışında gül bitsin, döşəyində bənövşə. İbrahim Əli qucağında oturub ətrafı bənövşələr bülbüldə cəhcəh. Bu qədər hələlik. Xalq mahnılarının açılmayan sirlərindən qısa bir yolçuluq etdik. Bu yolçuluq burada bitmir. Hər dinləyən ürəkdə yenidən başlayır. Bu sehirli aləmin sirrini bizimlə bölüşdüyünə görə Şakir müəllimə təşəkkür edirik və sonda milli irsimizin ocağı olan Muğam Mərkəzində verilişimizin çəkilişinə imkan yaradıldığı üçün Muğam Mərkəzinin direktoru Sahib Paşazadəyə öz təşəkkürümüzü bildiririk.